Cəmal, fikrimcə bütün bu prosesləri təhlil edəndən sonra belə qənaətə gəlmək olar ki, Azərbaycanda Ramiz Mehdiyevin həyata keçirmək istədiyi dövlət çevrilişi təkcə Rusiyanın deyil, həm də İranın planı olub. İranla Rusiya bu işdə birgə hərəkət ediblər, sinxron hərəkət ediblər. Baş verən proseslər də onu göstərir. Əli Kərimli həbs olunanda Əli Kərimli birinci müdafiə ilə müsəlman birliyi oldu. Həmin o radikal İslamçılar. O törətdiyi cinayətə görə həbsdə olan Talih Bağırzadəni Əli Kərimli çox ciddi müdafiə edib, Cəmil Həsən həmişə müdafiə edib, belə obrazlı desəm yaxalarını cırıblar ondan yana, hər zaman ona azadlıq tələb ediblər və s. və ilə. Bütün bunlar göstərir ki, bizim radikal müxalifət, indi həbsdə olan Əli Kərimli, eyni zamanda Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri şimal qonşumuzla yanaşı cənub qonşumuzdan da tapşırıq alıblar. Cəmal, istəyirəm bu məsələni müzakirə edək. Rusiya 5-ci kolon vasitəsilə Azərbaycana təsir eləmək istəyib hər zaman. Özünün 5-ci kolonunu yaradıb, burada müxalifət olub, burada iqtidarın içində hansısa qüvvələr olub, Ramiz Mehdiyev kimi və s. və ilə. İran isə dini baxımdan Azərbaycana təsir etmək istəyib. Biz Rusiyanın 5-ci kolonunu artıq demək olar ki, məhv eləmişik. Onun rəhbərlərindən biri, demək olar ki, lideri Ramiz Mehdiyev barəsində həbs qərarı verilib. Artıq digər 5-ci kolon üzvləri deşifrə olunur. Həbs olunanlar olacaq, neytrallaşdırılanlar olacaq. Yəni, Rusiyanın Azərbaycana təsir imkanlarını biz getdikcə sıfırlayırıq. İndi buna nə dərəcədə nail olacaq, bunu zaman göstərəcək. Bəs İranın təsir imkanlarını necə sıfırlayacaq? Radikal dini kəsim daha təhlükəlidir. Baxın, əslində biz 5-ci kolon deyəndə çox təəssüf ki, bizdə belə bir beynimizdə fikir formalaşıb ki, yalnız Rusiyanın 5-ci kolonu deyil, xeyr. Bugün Qərbin də burada çox geniş bir 5-ci kolonu var. İranın da burada çox geniş bir 5-ci kolonu var. Və burada bugün Rusiya ilə istiqamətdə işlər gedir, amma bu vaxt alacaq. Çünki mən dediyim kimi Rusiya çalışacaq din və milli amildən istifadə etsin. Şimalda, cənubda. Biz bu iki məsələni çox xüsusi diqqətdə salalım. İrana gəldikdə isə çox təəssüf ki, İran bizim daxilimizdə çox güclü bir şəbəkəni yaratmağa müvəffəq olub. Bəli. Və bu şəbəkəni sıradan çıxartmaq Rusiyanın 5-ci kolon şəbəkəsini sıradan çıxartmaqdan daha çətin olacaq və daha çətindir. Əslində uzun müddətdir, bəli, bizim Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu istiqamətdə çox ciddi işləri aparırlar. Amma bu 30 ildən artıq bir müddətdə o qədər güclü bir şəbəkə qurulub və bütün sahədə bu belədir. Bu şəbəkə mediada da var, bu şəbəkə dövlət işində də var, bu şəbəkə elm sahəsində də var. Bütün sahələrdə güclü bir şəbəkəni qurur. Yəni təkcə mollalar deyil də? Yox. Təkcə mollalar deyil. Yəni İranın bizim daxilimizdə çox böyük ordusu var. Və İranın bu qədər arxain olmasının, rahat olmasının, tez-tez bizdə təhdid dili ilə danışmasının səbəblərindən də biri odur ki, onun burada çox güclü bu şəbəkəsi var və bu şəbəkə çox fəaldır və bu şəbəkə bugün də işləyir və bugün də özünü bütün sahələrdə fəal bir formada göstərir. Bilirsiniz, Rusiya ilə bağlı məsələ belədir ki, bu sırf əsasən siyasi istiqamət. Amma bu istiqamətdə isə bütün sahələrdə bir fəal iş var. Yəni bütün sahələrdə bu özünü açıq-aydın göstərir ki, İran özünün şəbəkəsini qurub və bu gün də bunu etməyə çalışır. Yəni bunu həm din xadimləri vasitəsilə edir, bunu həm siyasi xadimlər vasitəsilə edir, bəzən bunu media vasitəsilə edir, bəzən bunu elm adamları vasitəsilə edir və bu çox güclü bir şəbəkədir. Və bu bizim üçün ciddi gələcəkdə problem yaradacaq bir məsələdir.